Maşallah az şey gətirməmişsə. Ha. Yaxşı, indi necə eləyək? Saat 10-da bizi televiziyada gözləyəcəklər. Bu şeylərlə də ora getmək yaxşı olmaz. Gəlin belə eləyək. Bunları verək, kamera ekranı eləyək. Bağzal ora yaxındır. Verilişdən sonra götürərik. Başqa əlacımız yoxdur. Sirkəçiyə. Davud müəllim, siz Allah bağışlayın, sizdən bir təvəqqim də var. Buyurun Mustafa müəllim, nə lazımdır deyil. Mən işlədiyim məktəbin direktoru mənə $100 verirdi ki, onun oğluna kojunlu kurtka alın. Düzü belə şeylərdən mənim başım çıxmır. Bilmirəm hansı modludur, hansı yox. Nuriyə də mənə kimi. Deyirəm, sizin vaxtınız olsaydı, bəlkə kömək eləyərdiniz, bir yerdə alardıq. Bu problem deyil. Mənim yaxın tanışımın dəri malları mağazası var, ona deyərim. Pul yanınızdadır? Yanımdadır. Buyurun. Ölçüsü neçədir? 46. Əgər mümkünsə, molniyasız adı bollu olsun. Dostum, lap əlasını verər. Hər halda belə şeyləri o bizdən yaxşı bilər. Həm də güman eləyirəm ki, qiymətdə də güzəştə gedər. Çox sağ olun. Vallahi heç bilmirəm sizin xəcalətinizdən necə çıxacağım. Sizə nə qədər əziyyət verirəm. Nə əziyyət Mustafa müəllim. Bəs həm yerli deyilik. Özünüz dediniz ki, xaldan da elə demək olar ki, şəkidir. Hə, cəmsi yarım saatlıq yoldur ora. Apini qutarandan sonra mən 2 il xaldanda işləmişim. Qəşən yer. Adamlar da çox mərfətli. Şeylər çoxdur, gərək 2 gözə yığaq. İndi isə 4 rəqəm yığırıq. Amma yadımızda qalsın, ha? Neçənci ildənsiz? 1944-dən. 1, 9, 1, 9, 4. Vəssalam, getdik. Onuncu mərtəbəyə. Sizi qarşılayacaqlar. Mən də indi qalxıram. İyi günler. İyi. Bağışlayın. Burada televiziya verilişləri harda gelir? Televizyon verilişleri? Aha. Stüdyo mu dediniz? Bəli. Mənə dəvət eləyiblər televiziyada çıxış eləməyə. Bu binada çok şirketler var ama stüdyo yok. Yox. Size yanlış adres vermişler herhalde. Necə yəni, yox.
Efendim ayakkabılarınız kirlenmiş, boyatmak ister misiniz? Ama ayakkabılarınız çok kirlenmiş, mutlaka boyanması gerekiyor. Efendim hani parası? Salam. Bana Davud lazımdır. Hangi Davud? Hüseyin Bacıoğlu. Benim öyle bir yeğenim yok. Bakıdan gelir. Sıragün burada tanış oldu onunla, Yaduz'da da ölü. Ben arvadımla köyneylere bakırdı. O yakınlaştı bize ki biz... Öyle bir şey hatırlıyorum. Ha, Ama siz onun benim yeğenim olduğunu nereden çıkardınız? özü belədir. Bir şey mi baş vermiş? Dağına baş verməli. O alçaq doğrudur. Bağışlayın. Bağışlayın. Ben Sıragün buradaydım. Davud'la. Siz onu tanıyorsunuz da. Evet, ara sıra buraya uğrar. Ben onu necə tapa bilərəm? O bək lazımdı ma. Bir şey diyemem. O her akşam Bosfor gazinoda takılır. Oynuyor. Hem de nasıl? Sizin arkadaşınız her akşam orada. Hardadır o kazino? Uzaqdadır? O kadar uzakta değil. Ama siz zor bulursunuz. Beyazıt'ta. Bir şey mi var? Şeki eşitmisiniz? Şeki. Mən şekiliyəm. Çok güzel. Mən sizin dostoz qumarbaza qandırıram ki, şekiliyle belə oynamaq olmaz. Allah Allah. Kafayı üşütmüş. Teşekkürler. Evet. Ben oraya telefon açmıştım. Tabii. Evet. Teşekkürler. Bir devlet televizyasında bugün belə veriliş olmuyor. Belki onu xüsusi kampanyalardan biri dəvət eləyib. Bilmirəm. 2 gecədə hazırlaşırdı. Qorxuram birdən başına bir işdad gələ. Bəlkə Səhərdən öydən çıxandı. Yox olubdu. Davud! Davud! Ha, akşamınız xeyir Mustafa müəllim. Şeylər ha? Ne şeyler? Şeylər ha deyirəm. Siz hara etdi? Ben sizi düz 1 saat axtarmışım. Mən sizi bütün gün axtarıram. Ben qalxdım 8-ci mərtəbəyə, amma orada sizi tapa bilmədim. Siz məni 10-cu mərtəbəyə göndərdiniz. Doğrudan. İndi mənə hər şey aydın oldu. Siz mənim başqa mərtəbədə gözləməyin. O binanın heç bir mərtəbəsində televiziya zad yoxdur. Doğrudur. Biz orada bir nəfərlə görüşüb, ondan studiyaya getməliydik. Ben adamla orada görüşdüm. Amma çox təəssüflər olsun ki, sizi tapa bilmədim. Siz məni çox pis vəziyyətdə qoydunuz. Yalan deyirsiniz. Hamısını yalan deyirsiniz. Şeyləri siz götürmüsünüz. Mustafa müəllim, siz yalı adamsınız. Niyə məni təhqir edirsiniz? Hər şeyləriniz itibsə, polisə müraciət eləyin. Ola bilsin ki, orada kamera ekrana inen şeyləri qoyanda, yığdığımız nömrəni kimsə görüb, bizdən sonra gəlib götürüb. Siz götürmüsünüz o şeyləri. Qaytarmayana qədər mən sizi buraxan da ölər. Yaxşı deyil Mustafa müəllim, buraxın əlimi. Yox. Bizimkilər hamısı belədir. İstəyirsən yaxşılıq eləyəsən, axırda bir təhqir də eləyirlər. Yaxşı bəsdir. Ayıb olsun sizə. Nə pis adamsınız siz. Mən o şeyləri borc pulu almışam. Vicdanınız olsun. Mənim heç nədən xəbərim yox. Amma görürəm ki, belə vəziyyətə düşmüsünüz, çalışaram sizə kömək edeyim. Bana sizin köməkliyiniz lazım deyil. Çox xahiş edirəm, qaytarın şeyləri. Əgər mənim sizə köməyim lazım deyilsə, onda yaxşılıqla ayrılın. Hara ayrıla toppay oğlu! Hara ayrıla! Heç yere səni bırakan verəm, əclaf! Vicdansız, binamuz! Bunu istəyirdin axmaq. Milletin adını batırma, get denen zarafat eləyirdi. Denen həm yerliyik. Denen zarafat eləyirdi, şeyləri qaytaracağım. Özün yaxınlaş ona, tez ol. Yubanma da tez ol. Ne oluyor burada? Biz Azerbaycan'dan gelmişik. Zarafat eliyorduk. Zarafat? Şaka mı? Şaka, şaka. Pasaportun.
Acayip şakaları var Azerilerin. Kocaman adamsınız. Öbür şakacı nereye kayboldu? Necə oldu? Bana mı soruyorsun? Şakacı. Əcla.